cable company, and it's spending tens of millions. In the last 2 years, they are more concerned. He said that he will come or not come. Никогда не соглашаться на оккупацию. Regionda və dünyada həm hərbi, həm də diplomatik gedişlərin pik həddə çatdığı, tarazlıqların saat-ba-saat dəyişdiyi növbəti bir gündə ən mühüm hadisələrin pərdə arxası ilə qarşınızdayıq. Hazırda qlobal və regional müstəvidə elə bir mənzərə yaranıb ki, bir tərəfdə aylardır gözlənilən böyük kommunikasiya xəttlərinin açılması və yeni iqtisadi asılı xəritələrinin cızılması müzakirə olunursa, bir digər tərəfdə isə seçki sonrasının gətirdiyi daxili siyasi böhranlar və kilsə müxalifət ittifaqının doğurduğu gərginliklər yaşanır. Söhbət təbii ki, Ermənistandan gedir və eyni zamanda enerji təhlükəsizliyi məsələlərində Rusiya asılılığından qaçış cəhdləri regionun daxili bazarında yeni reallıqlar diktə edir. Bir sözlə, nə baş verir? Yaxın bir saat ərzində bütün bunlardan danışacağıq. İnformasiya bələdçinin isə mən olacağım Şalə Həsənli. Bəs müzakirə masamızda nələr olacaq? Anonslara diqqət yetirək. Ermənistanın baş naziri yeni dövrün əsas prioritetlərinin anonsunu verdi. Tripin işi sürətlendirilir. Ermənistan-Türkiyə dəmir yolu da ən qısa müddətdə açılacaq deyilir. Bəs tarix bəllidirmi? Detalları biləcəksiniz. Rəqibləri üzərində qələbəsini qeyd edən Paşinyanın ünvanına təbriklər gəlməkdə davam edir. Müxalifət isə kilsə ilə əlbir olub mitinqlərə hazırlaşır. Ermənistanda nə baş verir? Müzakirə edəcəyik. Rusiya qazından imtina eləməyə hazırlaşan İrəvan təbii qaz üçün Bakıya üst tutur deyilir. Tuturmu? Benzin və dizeldən sonra Azərbaycan qazının alıcılarından biri də Ermənistan mı olacaq? Bu məsələyə də aydınlıq gətirəcəyik. Trump artıq neçənci dəfədir ki, bu gecə İranı ələ keçirəcəyik, hədəf Xarqadasıdır deyir. Əsasən gecələr aktivləşən İrana hücumlar, səhərlər isə atəşkəs fazasına keçir. Gecələr müharibə, səhərlər danışıqlar ab-havasında olan Tehranla Vaşinqton qarşıdurması nə qədər bu şəkildə davam edəcək? Təbii ki, bütün bu suallara cavab axtarırıq. Nə baş verir sualını verərək ekspertlərimizlə təhlil edəcəyik. Diqqətiniz Ayırbi 24-də qalsın. Никогда не соглашаться на оккупацию. Bugün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb. Söhbət 17 vaqondan ibarət 984 ton dizel yanacağından gedir. Məhsulları daşıyan qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Qeyd edək ki, Ermənistana yanacaq ixracına 2025-ci ilin dekabrın 18-də başlanılıb. İndiyə qədər Azərbaycandan Ermənistana 12 min tondan çox dizel, 979 ton ayı 92 benzini və 2955 ton ayı 95 benzini ixrac olunub. Bugün Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlər üçün brifinq keçirirdi. Həmin brifinqdə maraqlı nüanslara xüsusilə də həm Azərbaycan-Ermənistan, həm Türkiyə-Ermənistan, həm də Rusiya-Ermənistan münasibətlərinə dair mühüm açıqlamalar verdi. Onlardan danışaq. İlk olaraq delimitasiya ilə bağlı məsələyə toxundu və qeyd elədi ki, sərhəddin delimitasiyası prosesi ilə bağlı bütün hüquqi proseslər yekunlaşdırılıb. Bunlar Ermənistan və Azərbaycan üçün məcburi hüquqi qüvvəyə malikdir. Başqa nələri dedi? Eşidək. İndi Trump marşrutunun həyata keçirilməsinə fokuslanmalıyıq. Yəni, dəmir yolunun, avtomobil yolunun və elektrik ötürücü xətlərinin həyata keçirilməsi artıq sülh deməkdir. Bu, sülhün instasional şəkildə formalaşdırılmasının yollarından biridir. Təsəvvür edin ki, Azərbaycan ərazisindən gedib gəlirik. Onlar da bizim ərazimizdən. Bu, sülhdür. Əlbəttə, sülhün sazişinin imzalanması və ratifikasiyası, eləcə də digər məsələlər üzrə işləri davam etdirəcəyik. Hazırda TRIP layihəsi söhbət Trump marşrutundan gedir. Bu proqram çərçivəsində tərəfdaşların fəal iştirakı ilə yerdə hazırlıq işləri davam edir. Bu barədə Ermənistanın Ərazi İdarə Etmə və İnfrastruktur naziri David Xudatyan məlumat verib. Nazirin sözlərinə görə tədqiqat və hazırlıq mərhələləri son mərhələdədir. Xudatyan həmçinin xatırladıb ki, 2026-cı ilin may ayının sonu iyun ayında Ermənistan və ABŞ Xarici İşlər Nazirləri müvafiq sənədi imzalayıblar. Əminəm ki, 2026-cı ilin ikinci yarısında payızda və ya qışda artıq tikinti mərhələsinə keçəcək deyə o bildirib.
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid etdiyini də vurğulayıb. Bizim yeni nəqliyyat imkanlarımız yaranıb. Axalkalaki-Qars dəmir yolunun hər iki xətti fəaliyyət göstərir. Mən bu məsələni Gürcüstan baş naziri ilə də müzakirə eləmişəm və o hər iki istiqamətdə heç bir problem olmayacağını təsdiqləyib. Biz bunu Türkiyə prezidenti ilə də danışmışıq və o bu istiqamətlərin açıq olduğunu təsdiqləyib. Ümid edirik ki, Ermənistandan Türkiyəyə gedən dəmir yolu da mümkün qədər tez işə salınacaq deyə Paşinyan vurğulayıb. Yeri gəlmişkən Türkiyədən və Pakistandan Paşinyana təbriklər ünvanlandı. Ondan da danışaq. Türkiyə və Pakistan liderləri Ermənistan baş naziri Nikol Paşinyanı Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərində qələbəsi münasibəti ilə təbrik ediblər. Ermənistan mediasının xəbərinə görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan regionda uzun müddətli sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi barədə Ermənistan liderinin strateji baxışının uğurla həyata keçiriləcəyinə tam əminliyini ifadə edib. Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Nikol Paşinyana təbrik məktubunda ölkəsinin Azərbaycanla Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Pakistan lideri həmçinin qeyd edib ki, Paşinyanın partiyasının qələbəsi Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın təşviqinə kömək edəcək. Bir qədər öncə vurğuladıq ki, Nikol Paşinyan bugün Rusiya ilə münasibətlərə dair də məsələlərə aydınlıq gətirdi. Ən maraqlısı isə KTMT ilə bağlı dedikləri oldu. Söhbət nədən gedir? Detallara gəlin, monitordan diqqət yetirək. KTMT-dən çıxarılma mexanizmi var və işləkdir. Əgər üzv dövlətlər Ermənistanı təşkilatdan çıxarmaq qərarına gəlsələr, bu qərarı yalnız nəzərə almağa məcbur olacaq. Başqa bir şey etmək imkanımız yoxdur, dedi Nikol Paşinyan. Bu məsələyə qayıdacaq, üzərində dayanacaq təbii ki. Moskva ilə qarşılıqlı anlaşma var, amma səfər üçün rəsmi dəvət lazımdır. Əgər dəvət gələrsə, gedəcəm, qətiyyən rədd etməyəcəm, dedi Nikol Paşinyan. Buna aydınlıq gətirək ki, seçki öncəsi Nikol Paşinyan belə bir bəyanat vermişdi. Xüsusilə də Rusiyanın təzyiqləri fonunda bildirmişdi ki, əgər seçkilərdə qalib gələrsə, ilk olaraq Moskvaya səfər edəcək. İndi isə bildirir ki, artıq seçki oldu. Seçkidə də qalib gəldi. İndi isə bildirir ki, Moskvadan dəvət gözləyirəm. Moskva dəvət edərsə gedəcəm. Rusiya dəvət edəcəkmi? Bu da maraqlıdır. Təbii ki, bunu az sonra müzakirə edəcəyik. Ermənistan hökuməti sülh gündəliyini ardıcıl olaraq davam etdirəcəyi və bütün mümkün vasitələrlə ona xidmət edəcəyi üçün müharibə olmayacaq. Sülh olacaq deyə bir daha sülh gündəliyinin üzərində aktiv şəkildə işləyəcəklərinin vədini verdi Nikol Paşinyan. Göründüyün kimi Rusiyanın və müttəfiqlərin artan təzyiqləri fonunda Paşinyan yeni və həm də hiləgər bir taktika seçib. O, faktiki olaraq demək istəyir ki, biz öz xoşumuzla KTMT-dən çıxmırıq. Bizi çıxarmaq istəyən sizsiz. Bununla da Paşinyan məsuliyyəti tamamilə Moskvanın üzərinə ataraq həm xarici təzyiqləri neytrallaşdırmağa, həm də daxildəki gərginliyi azaltmağa çalışır. Çünki İrəvanın xarici siyasətdəki bu manevrləri ölkə daxilindəki onsuz da qaynar olan siyasi qazanı daha da alovlandırır. Ermənistanda parlament seçkiləri başa çatsa da, onun nəticələri ilə bağlı mübahisələr davam edir, bilirsiniz ki. Hakim partiyaya uduzmasını qəbul eləməyən müxalifət seçkilərin nəticələrini müvafiq dövlət instansiyalarında mübahisələndirməkdə israrlıdır. Paralel olaraq sözgedən düşərgədə etirazlar, küçə mübarizəsi vasitəsilə də nəticələrin ləğvinə, hətta mümkün olarsa mövcud hakimiyyətin devrilməsinə çağırışlar da edilir. Hakimiyyət də hər cür senariyə hazır olduğunun mesajını verir. Bəs bu şəraitdə Ermənistanı nə gözləyir? Araşdırmışıq. Ermənistanda parlament seçkiləri başa çatsa da ictimai-siyasi müstəvidə gərginlik yüksək olaraq qalır. Müxalifət səslərin yenidən sayılmasını tələb edir və nəticələri mübahisələndirir. Beləliklə 7 iyun seçkiləri arxada qalsa da artıq hakimiyyətlə müxalifət arasında növbəti qarşıdurma dalğası başlayıb. Müxalifət seçki nəticələrinin saxtalaşdırıldığını bəyan edir. Hakimiyyət isə bunun əksini deyir. Hər kəsin diqqətini ilk cəlb edən hal isə iş adamı Hagik Tsarukyanın çiçəklənən Ermənistan partiyası ilə bağlı qarışıqlıq oldu. Əvvəlcə siyasi qüvvənin parlamentə düşmək üçün tələb olunan minimum 4%lik həddi keçdiyi bildirildi. Lakin sonradan Mərkəzi Seçki Komissiyası partiyanın 3,996% səs topladığı açıqlandı. Adı açıqlanmayan mənbələrə istinadən Hraparak qəzeti çiçəklənən Ermənistanın əvvəlcə parlamentə düşmək üçün müəyyən edilmiş həddi keçdiyini, daha sonra isə partiyaya razılaşma təklif olunduğunu yazır. Təklif edilən razılaşmanın məzmunu belə olub. Tsarukyanın partiyasının 3/2 səs çoxluğu tələb edən məsələlərdə
Hakim Vətəndaş Müqaviləsi partiyasının dəstəkləməsi şərti ilə parlamentə daxil olmaq. Qəzet iddia edir ki, təklif qəbul edilməyib. Nəticədə çiçəklənən Ermənistan partiyası parlamentdən kənarda qalıb. Bunun ardınca Hagik Tsarukyan barəsində cinayət işi başlanılıb. Onun ölkədən çıxışına qadağa qoyulub. Belə bir şəraitdə müxalifət etirazlar vasitəsilə də hakimiyyətə və seçkilərin nəticələrinə təsir göstərməyə can atır. İş adamı Samvel Karapetyanın güclü Ermənistan bloku artıq tərəfdarlarını küçə etirazlarına hazırlayır. Ermənistanda hökuməti dəyişdirmək üçün iki variant var. Seçkilər və ya küçə etirazları. Sonuncu metoddan istifadə edilərsə, bu konstitusiya çərçivəsində həyata keçiriləcək. O da həqiqətdir ki, etirazlar hətta hökumət yönlü deputatlara da təzyiq göstərə bilər. Müxalifətdə yer alan bir sıra digər qüvvələr də etiraz aksiyaları vasitəsilə hakimiyyətə təzyiq edilməsini zəruri hesab edirlər. Həmin qüvvələr sırasında yer alan Ermənistanın 3-cü prezidenti və Respublikaçılar Partiyasının rəhbəri Serj Sarkisyan da küçə mübarizəsinin hakimiyyətə qarşı effektiv vasitə olduğu qənaətindədir. Parlamentə daxil olan siyasi qüvvələr, yəni xalqımızın dəstəklədiyi qüvvələr qərar qəbul etməlidirlər və hamımız bu qərara tabi olmalıyıq. Müxalifət qüvvələri ya parlamentə daxil olur, ya da mandatlarından imtina edirlər. Mümkün senarilər azdır. Lakin hər iki variantın mənfi və müsbət tərəfi var. Hazırda problem düzgün formatı seçməkdə deyil, aydın strategiyaya sahib olmaqdadır. Hər iki ssenaridə uğur qazanmaq mümkündür. Bu şəraitdə küçə mübarizəsinin də faydalı olduğuna inanıram. Bundan istifadə etməliyik. Heç kimə sir deyil ki, bu seçkilər həm seçki qabağı dövrdə, həm də seçki günü geniş yayılmış qanun pozuntuları ilə yadda qalıb. Hakim düşərgə müxaliflərin təhdidlərinin, keçirmək istədikləri etiraz aksiyalarının hansısa əhəmiyyətə malik olmadığını, seçkilərin nəticələrinə də təsir etməyəcəyini bəyan edir. İndi burada əsas diqqət yekun nəticələrin elan edilməsindən sonra yeni hökumətin formalaşdırılması prosesinə yönəlib. Qeyd edək ki, Nikol Paşinyanın Vətəndaş Müqaviləsi partiyası 2018-ci ildən bəri 3-cü dəfə tək partiyalı hökumət quracaq. Müxalifətin müxtəlif aksiyalar vasitəsilə buna mane olmaq cəhdlərini isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan əbəs cəhd adlandırır. Parlament seçkilərində qalib gələn Hakim Vətəndaş Müqaviləsi partiyası müxalifət qüvvələrinin apara biləcəyi küçə mübarizəsindən qorxmur. Yalnız saxta seçkilər nəticəsində formalaşan hakimiyyət küçə döyüşlərindən qorxur. Biz narahat deyilik. Ölkə hakimiyyəti müxalifətin parlament mandatlarından imtina etmək təhdidlərindən də heç bir qorxuya düşmür. Əslində, hakimiyyət bundan çox məmnun olardı. Onları parlamentə gəlməməyə və mandatları qəbul etməməyə çağırıram. Əgər onlar bizim oturub müxalifətin mandatlarını qəbul etmələrini gözlədiyimizi düşünürlərsə, dərindən yanılırlar. Mandatlardan imtina parlamenti qeyri-legitim etməyəcək. Müşahidə olunan proseslər deməyə əsas verir ki, Ermənistanı post-seçki dövründə sakit günlər gözləmir. Müxalifətin mümkün etiraz aksiyalarına hazırlıq görən Vətəndaş Müqaviləsi partiyası həm də müəyyən edilmiş müddət ərzində hökumətin qurulması üçün indidən müvafiq addımlar atır. Lakin bu yeni hökumətə təzyiqlər təkcə ölkə müxalifətindən gəlmir. Xarici müstəvidə də Nikol Paşinyan və komandası üçün hər şey hamar getmir. Xüsusən də bir sıra Rusiya rəsmilərinin səsləndirdiyi fikirlər İrəvanın Moskva ilə münasibətlərində gərgin atmosferin hökm sürəcəyini göstərir. O da mühüm nüansdır ki, Rusiya rəsmiləri də Ermənistanda seçkilər zamanı fundamental pozuntulara yol verildiyini xüsusi vurğulayırlar. Rusiya Mərkəzi Seçki Komissiyasının üzvləri Pavel Andreyev və Lyudmila Markina Ermənistan seçkilərini beynəlxalq müşahidəçi kimi izləyiblər. Qaydandan sonra mən onlardan seçki prosesi barədə ətraflı məlumat vermələrini istədim. Məlum oldu ki, Ermənistanda çoxsaylı seçki pozuntuları olub. Biz bunu həmkarlarımla müzakirə etdik. Düzünü desək, çoxlu pozuntular olub, özdə fundamental pozuntular. Daha öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova seçkilər zamanı Ermənistan hakimiyyətinin müxalifətə misli görünməmiş təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə ölkədə ənənəvi olaraq dərin hörmətlə qarşılanan Erməni Apostol kilsəsi də təqiblərə məruz qalıb. Zakharova seçkilərin Ermənistan cəmiyyətində yüksək səviyyədə siyasi qütbləşmə nümayiş etdirdiyini qeyd edib. O hesab edir ki, müxalif sosial qrupların fikirlərini nəzərə almadan strateji qərarların qəbul edilməsi daxili ziddiyyətlərin və sosial-iqtisadi çətinliklərin daha da dərinləşməsinə səbəb ola bilər. Hesab edilir ki, hakimiyyətə qarşı etiraz aksiyalarına hazırlaşan müxalifət Rusiya rəsmilərinin qiymətləndirilmələrini də öz məqsədləri üçün arqument olaraq istifadə edəcək.
Ermənistanda 7 iyun seçkilərindən sonra formalaşan yeni siyasi mənzərə həm İrəvanın daxili, həm də xarici siyasətdəki gərgin gedişləri regionda ciddi şəkildə ümumiyyətlə izlənilir. Paşinyan hökumətinin xüsusilə də Rusiya və KMT ilə münasibətlərdə atdığı taktiki addımlar, eləcə də ölkə daxilində böyüyən müxalifət dalğası proseslərin hələ uzun müddət çalxalanacağından xəbər verir. Mövzunu daha dərindən təhlil etmək üçün Milli Məclisin üzvü Ceyhun Məmmədovla bağlantı yaradırıq. Ceyhun bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Xoş gördük sizi və izləyiciləri salamlayıram. Təşəkkür edirəm. Ceyhun bəy, Nikol Paşinyan bildirir ki, əgər bizi təşkilatdan çıxarsalar, sadəcə bunu nəzərə alacağıq. Sanki Paşinyan topu tamamilə Rusiyanın və müttəfiqlərinin meydanına ataraq biz çıxmırıq, bizi çıxarırlar təəssürat yaratmağa çalışır. Sizcə Paşinyanın bu yeni həm də hiyləgər taktikası İrəvanı Rusiyanın artan təzyiqlərindən qoruya biləcəkmi, yoxsa bu gediş Moskva ilə ipləri tamamilə mi qoparacaq? Nə baş verəcək? Detalları, proqnozları sizdən eşidək. Əslində Paşinyan Ermənistana rəhbərlik etdiyi ilk dövrlərdən başlayaraq biz Ermənistanın açıq-aydın şəkildə qərbə inteqrasiya yolunu tutduğunu görürük. Yəni Avropa təsisatları ilə əlaqələrin gücləndirilməsi və bu istiqamətdə addımların atılması Paşinyan qarşısına konkret bir məqsəd qoyub ki, bu seçkilərdən sonraki dövrdə Qərblə, Avropa dövlətləri ilə, Avropa İttifaqı ilə, hətta NATO ilə belə əlaqələrini daha da gücləndirəcək. Və məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, bunu bilə-bilə erməni xalqı da, Ermənistanda yaşayan insanlar da nümayiş etdirdilər ki, onlar Rusiyanın yox, qərbə meyilli siyasətin tərəfdarlarıdır. Və bugün əslində Paşinyan qərb dairələri ilə, təsisatları ilə, dövlətləri ilə danışıqlar aparıb və Ermənistan maraqlıdır ki, bu prosesi sürətləndirsin. Və bu təhdidlər ilk dəfə deyil ki, səsləndirilir və mən düşünürəm ki, artıq Rusiya tərəfi də bunu anlamalıdır ki, bu təhdidlər prosesə heç bir töhfəni vermir. Yəni Ermənistan öz yolunu seçibdir. Bu günlərdə biz gördük ki, Ermənistan tərəfi açıqlama verdi. Rusiya əvvəl qazla təhdid etdi. Ermənistan dedi ki, biz İrandan, Azərbaycandan, hətta Orta Asiyadan qaz ala bilərik. Müəyyən Ermənistandan məhsulların ixracına qadağan tətbiq etdilər. Ermənistan parlamentinin sədri əvvəlki dövrdə parlamenti rəhbərlik etmiş şəxs açıq-aydın dedi ki, biz müstəqilliyimizi heç nəyə qurban verməyəcəyik. Və əslində Rusiyanın hazırki dövrdə bu sərgilədiyi mövqe, açığı mən bunu biraz anlamaqda çətinlik çəkirəm. Paşinyanın işini daha da asanlaşdırır və Paşinyan artıq deyir ki, bu sizin seçiminizdir, bizim seçimimiz deyil. Əslində isə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxmaq məqsədini və hədəfini qarşısına Paşinyan qoymuşdu. Amma düşünürəm ki, Rusiya tərəfi də bu addımlarla prosesi daha da sürətləndirəcək. Ermənistan-Rusiya münasibətlərinə gəldikdə isə biz əvvəlki təcrübəyə əsasən deyə bilərik ki, əvvəlki dönəmdə də Ermənistanla Rusiyanın münasibətlərində zaman-zaman biz gərginlikləri müşahidə etmişik. Ancaq iplərin tamamilə qopduğu və ya qopması baş verməyib. Ona görə mən düşünürəm ki, növbəti mərhələdə də müəyyən gərginliklər olacaq. Amma Ermənistan çalışacaq ki, Rusiya ilə ipləri tamamilə qoparmasın. Çünki bunun hazırki dövrdə Ermənistan üçün ciddi başqa mənfi təsirləri də ola bilər. Çox üzr istəyirəm Ceyhun bəy, həmin elə o mənfi təsirlər Ermənistanın daxilində müxalifətlə birləşib aksiyalara və mitinqlərə səbəb ola bilər deyilir. Həmin ehtimallardırmı? Bunu mu nəzərdə tutursunuz? Bilirsiniz, mən düşünmürəm ki, bu effekt versin. Bilirsiniz, burada əsas xalqdır. İndi mən izləyirəm, baxıram, Rusiya tərəfi mövqe sərgiləyir ki, ciddi pozuntular olub və s. baş veribdir. Yəni, məsələ ondadır ki, erməni xalqı növbəti dəfə müharibədə məğlub olmuş, qərbə inteqrasiya yolunu tutmuş, Rusiya ilə çox siyasətdə fərqli bir mövqe nümayiş etdirən Paşinyan tərəfini saxladı və Paşinyana səs verdi. Və müxalifətin də yəni bu səs-küyü
birləşərək miting falan təşkil etmək cəhdi, bunlar heç bir ciddi nəticə verməyəcək. Söhbət ondan gedir ki, xalqın mütləq əksəriyyəti onlardan bezibdir və onların həyata keçirdiyi siyasəti görüblər və onların hansı hədəfi və məqsədi qarşılarına qoyduqlarını bilirlər. Erməni xalqı istəyir ki, sərbəst şəkildə vizasız Avropaya getsin, gəlsin. Avropa dövlətlərinə getsin, gəlsin. Avropa ilə Ermənistan əlaqələri inkişaf etsin. Ona görə müəyyən bir hansısa mitinglər ola bilər. Əslində, seçkiyə qədər Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün həm köhnə rejimdən, yadınızdadırsa, əvvəlki seçkilərdə də bu proses oldu. Kilsə vasitəsilə çox ciddi cəhdlər oldu. Bunlar heç bir nəticə vermədi. Bir məqam odur ki, Qərbin ciddi dəstəyi var. Amerika Birləşmiş Ştatlarının bu seçki ərəfəsində bir gün içində Ermənistanla çox ciddi bir sənəd imzaladı. Belə bir məsələ deyil. Avropa dövlətlərinin çox ciddi dəstəyi var. Və eyni zamanda xalqın dəstəyi də ortadadır. Bəli, müəyyən cəhdlər olacaq, təxribatlar ola bilər. Amma məsələ ondadır ki, artıq xalq əvvəlki siyasətçilərin siyasətindən beziblər. Yəni, ortada nəticələr var ki, seçkidə iştirak edən insanların 3/2-si biz bunu həmişə deyildi, Paşinyanı dəstəkləyirdi. Qalan o 30%-ə yaxın müəyyən bir qrup var ki, onlar da məlumdur ki, hansı marağa xidmət edirlər. Onların bir hissəsi kilsədədir, bir hissəsi Rusiya ilə bağlıdır, əlaqəlidir, bir hissəsi keçmiş Ermənistan rəhbərləridir. Yəni, baxın, Köçəryan nə qədər fəal bir seçki kampaniyası həyata keçirməyə çalışdısa da 10%-dən artıq səs toplaya bilmədi. Ona görə burada Ermənistan daxilində ciddi hansısa bir dəyişikliyin baş verməsini mən gözləmirəm və hesab edirəm ki, növbəti mərhələdə artıq Paşinyan məqsədinə çatıb və başlayacaq. Hətta biz növbəti mərhələdə Ermənistanın NATOya doğru hərəkət etməyə çalışdığının da şahidi ola bilərik. Aydındır. Ceyhun bəy, bir məsələ də var idi diqqət çəkən gün ərzində Paşinyana gələn təbriklər. İlk olaraq təbii ki, Avropa təbrik eləmişdi. Bugün isə biz Rəcəb Tayyip Ərdoğanın və Şahbaz Şərifin Paşinyana təbrik mesajını eşitdik. Bunun fonunda Rusiyadan reaksiya hələ ki gözlənilir və Rusiya da deyir ki, ayın 14-dən sonra biz bununla bağlı həm ya təbrik edəcəyik, ya da ümumiyyətlə məsələyə başqa cür yanaşacağıq. Paşinyana da verildi bu sual ki, Rusiya sizi təbrik eləməyib. Bunun səbəbi nədir? Dedi ki, yəqin təbrik edər. Yəni, belə bir neytral cavab verdi. Ümumiyyətlə, bu regional böyük güclərin Ermənistandakı seçkilərə reaksiyasını necə qiymətləndirirsiniz? Rusiyadan niyə xəbər gəlmir və yaxud da Pakistan və Türkiyənin bu təbrik mesajını necə oxumaq olar? Mən düşünürəm ki, həm Türkiyənin, həm Pakistanın bu təbrik mesajı Azərbaycan-Ermənistan arasında sülhə doğru atılan addımlara bir dəstək mahiyyəti və xarakteri daşıyır. Yəni, onlar növbəti dəfə qardaşlıqlarını nümayiş etdirdilər və çox doğru olaraq, bu bəlkə də bəziləri tərəfindən anlaşılmır, amma çox müdrikcəsinə, çox uzaq görən bir şəkildə onlar Azərbaycan-Ermənistan arasında irəliyə doğru aparılan sülh prosesinə özlərinin dəstəklərini ifadə etmiş oldular. Yəni, əslində xatırlayarsınızsa, ümumiyyətlə Pakistan uzun müddət Ermənistanla heç bir diplomatik əlaqə qurmurdu, ölkələr arasında əlaqə yox idi. Amma indiki dövrdə isə biz Pakistanın bu dəstəyini görürük və bu dəstək əslində Azərbaycana dəstəkdir. Yəni, sülhə doğru atılan addımlara dəstəkdir və Türkiyədə çox doğru olaraq hər iki tərəf bu addım atdılar. Yəni, Azərbaycan indi bəzən bizdə müzakirələr aparılır. Azərbaycanın hazırda sərgilədiyi mövqe çox doğru mövqedir, amma bizim dostlarımız, müttəfiqlərimiz çox doğru olaraq Ermənistanı təbrik etdi, Paşinyanı təbrik etdi və bu belə də olmalıdır. Rusiya məsələsinə gəldikdə isə, yəni Rusiya nəticələrdən razı deyil. Rusiya hələ də gözləmə mövqeyindədir ki, bəlkə nəyisə baş verə bilər. Görünür, Rusiyada hələ də müəyyən fikir mübadiləsi aparılır ki, hansı addımlar atsınlar. Yəni, mən hesab edirəm ki, seçkilərə qədər Rusiyanın atdığı addımlar anlaşılan idi. Amma bugündən sonra Rusiya siyasətini dəyişməlidir, fərqli bir siyasət həyata keçirməlidir. Bu siyasət heç bir dəyişiklik yaratmayacaq və hesab edirəm Paşinyanın bugünkü əslində
reaksiyası da bir ironiyalı reaksiyadır. Əslində bir mövqe idi ki, baxın, Rusiya deyir bizlə yaxındır, Rusiya deyir Ermənistan xalqının yanındadır. Amma Ermənistan xalqının seçiminə hörmətlə yanaşmır və legitim yolla hakimiyyətə gəlmiş şəxsi də təbrik etmir. Əslində, yəni bu mənada bu cavabın özündə də bir Paşinyanın mesajı var idi, məqsədi vardı. Əslində, bütün bu baş verənləri Paşinyan da, Ermənistan da gözləyirdi. O mənada mən düşünürəm ki, bu cəhdlər, bu yanaşmalar ciddi bir nəticə verməyəcək və növbəti günlərdə biz Rusiyanın, Ermənistanı, yəni Rusiya dövlətinin, dövlət başçısının Paşinyanı təbrik etdiyinin də şahidi olacaq. Sadəcə bu bir zaman məsələsidir. Aydındır. Çox təşəkkür edirəm Ceyhun bəy ətraflı şərhiniz üçün. Cənubi Qafqazda baş verən siyasi prosesləri müzakirə etdik. Xüsusilə də seçki öncəsi Rusiyanın Ermənistana təzyiqləri var idi, təhdidləri var idi. Paşinyan da çox siyasi gedişlərlə Rusiyanın qəzəbinə tuş gəlmədən siyasətini davam etdirməyə çalışır. Bundan sonra Ermənistanda yaşanacaqları proqnozlaşdırmağa çalışdıq. Milli Məclisin üzvü Ceyhun Məmmədovla birlikdə. İndi isə kameralarımızın obyektivini yaxın şərqə çevirəcəyik. Никогда не соглашаться на оккупацию. Bu gecə İranı çox sərt şəkildə vuracağıq. Bunu ABŞ prezidenti Donald Trump Truth Social hesabında yazıb. Trump bildirib ki, ABŞ bu gecə hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri, hava hücumundan müdafiə qüvvələri, radarları və digər bütün növ müdafiə və əksər hücum qabiliyyəti məhv olmuş İrana hücum edəcək. O qeyd edib ki, Birləşmiş Ştatlar çox da uzaq olmayan gələcəkdə Xarq adasını və digər neft infrastrukturu olan nöqtələri ələ keçirərək, eləcə də İranın neft və qaz bazarını tamamilə nəzarət altına alacaq. Eyni ilə Venezuelada olduğu kimi, hansı ki, həm Venezuela, həm də ABŞ üçün əladır deyə ABŞ prezidenti əlavə edib. Yeri gəlmişkən bir məlumat da var idi, onu da diqqətinizdə çatdırım. Trumpın Fox News-a müsahibəsində İranın mülki infrastrukturuna zərbə endirməməyə üstünlük verdiyini deyib. O, bunu insanlara ağrı verməməsi ilə əlaqələndirib. Xarq adasının ələ keçirilməsi ilə bağlı danışan prezident ABŞ ictimai rəyinin müharibənin geniş miqyaslı eskalasiyasının qəbul etməyə hazır olduğuna əmin olmadığını da xüsusi vurğulayıb. Ümumiyyətlə, bir qədər öncə ilə biz anonsda da bu məsələyə toxunduq ki, Trump axşam başqa qərar verir. Deyir ki, axşam İranı vuracaq, səhər durur, atəşkəsə çağırış edir. Ümumiyyətlə, Trump niyə belə bir gedişlər edir? Nə baş verir? Burada İsrailin mövqeyi nədən ibarətdir? Onun qərarını dəyişən o qüvvə kimdir? Nədir? Bir qədər sonra ekspertimizlə bu məsələyə də aydınlıq gətirəcək. Ondan öncə isə bir hadisə baş verdi. Onu diqqətinizdə çatdırım. Bu mövzu ilə nə əlaqəsi var? Ona da toxunacaq. Pentagonda təhlükəli maddələrlə bağlı insident baş verib. Binanın içərisində havanın keyfiyyəti ilə bağlı problemlər aşkar edildikdən sonra əməkdaşların bir hissəsi təxliyə edilib və bir sıra otaqlara giriş məhdudlaşdırılıb. Bu barədə CNN Pentagonun nümayəndəsi Sean Parnell-la isnadən məlumat yayıb. Onun sözlərinə görə kompleksin sistemləri havanın keyfiyyətinin pisləşdiyini qeydə alıb. Bununla əlaqədar olaraq hadisənin səbəbləri aydınlaşdırılana qədər ehtiyat tədbirlər görülüb. İnsidentin baş vermə şəraiti və havanın keyfiyyətinin pisləşməsinin ehtimal olunan səbəbi isə hələ müəyyən edilməyib. Araşdırma davam etdirilir deyilir. Dediyimiz kimi bunu həm də onunla əlaqələndirir ekspertlər ki, belə bir informasiya yayılsın ki, Trump əgər axşam İrana hücum etməzsə, o zaman bunu bəhanə gətirsin ki, belə bir hadisə baş vermişdi. Ona görə biz bu dəfə İrana hücumları dayandırdıq. Belədirmi həqiqətən? Bunun arasında bir əlaqə varmı? Təbii ki, qarşıdakı dəqiqələrdə bu mövzudan da danışacağıq. Çin Xarici İşlər Nazirliyi ABŞ və İranın qarşılıqlı raket zərbələrindən sonra yaxın şərqdə hərbi əməliyyatları dayandırmağa çağırıb. Əl-Cəzirənin yaydığı məlumatda vurğulanır ki, bu bəyanatla Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Xian çıxış edib. Çin aidiyyatı tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, dialoq və danışıqlara qayıtmağa, vasitəçilik səylərinə cavab verməyə və ən qısa zamanda hərtərəfli və davamlı atəşkəsə nail olmağa qətiyyətlə çağırır. O, Pekində keçirilən mətbuat konfransında belə deyib.
Təbii ki, İran da cavab verir. Nə cavab verir, ondan xəbər verək. İran Xarici İşlər Naziri ABŞ-nin ölkə ərazisinə hücumunu pisləyərək bunun 2 aylıq atəşkəsi praktiki olaraq mənasız etdiyini bəyan edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Birləşmiş Ştatların son saatlarda həyata keçirdiyi hücumlar nəinki açıq-aşkar pozuntudur, həm də atəşkəsi praktiki olaraq mənasız edir. Bu cinayət əməlinin son dərəcə ciddi nəticələrinə görə məsuliyyət Birləşmiş Ştatların rəhbərliyinin üzərinə düşür deyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır. Birləşmiş Ərəb Əmirliyi və İranın yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri hərbi əməliyyatların başlamasından sonra ilk dəfə üzbəüz görüş keçiriblər. Bu barədə Bloomberg agentliyi məlumat yayıb. Qeyd olunur ki, görüş bu həftə baş tutub və hər iki tərəf üçün kəskin dönüş yaradıb. Tədbirin təşəbbüsü əsasən Tehranla müntəzəm münasibətlər qurmağa çalışan Əbu-Dabidən gəlib. Agentliyin məlumatına görə Birləşmiş Ərəb Əmirliyi hazırda iqtisadiyyatına və təhlükəsizliyinə dəyən ziyanı minimuma indirməyə çalışır. Yeri gəlmişkən, Suriya prezidenti Əhməd Əl-Şarrah bu ayın sonlarında Birləşmiş Ştatlara səfər etmək üçün dəvət alıb. Bu barədə də diplomatik mənbə bir məlumat yayıb. Suriya liderinin səfər çərçivəsində Amerikalı həmkarı Donald Trumpla görüşü planlaşdırılır. Diplomatik mənbəyə görə İsrail və Hizbullah arasında müharibənin əvvəlindən bəri Vaşinqton Hizbullaha qarşı daha aktiv tədbirlər görməsi üçün Dəməşqə təzyiq göstərir. Amma Suriyaya müdaxilə potensialı olduqca həssas məsələ olaraq qalır deyilir gələn informasiyada. Sepahın bir xəbərini də diqqətinizə çatdıraq. İran yaxın şərqdə Amerikalı biznesmen Elon Musk'ın nəzarəti altında fəaliyyət göstərən şirkətləri özünün hədəf siyahısına daxil etməyi nəzərdən keçirir. Bu barədə məlumatlar Telegram kanallarında yayılıb və eyni zamanda bildirilir ki, buna səbəb ABŞ və İsrail ordusunun İrana hücumlarda Starlink-də daxil olmaqla Elon Musk'a məxsus şirkətlərdən dəstək alması olub. Məlumata görə hədəf siyahısına Starlink-in İsraildəki stansiyası Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yerləşən obyektlər daxildir. İran İslam İnqilabı Keşikçiləri Korpusu bugün səhər 12 balistik raketlə ABŞ-yə məxsus F-35, F-15 və F-16 qırıcılarının yerləşdiyi məntəqələri hədəf aldığını açıqlayıb. Sepah bu addımın Birləşmiş Ştatların Əlborz vilayəti və Tehran vilayətinin Vəramin şəhərinə raket hücumlarına cavab olduğunu qeyd edib. Həmçinin Sepah Əl-Əzraq hava bazasında yerləşən mühüm hərbi obyektləri və komandanlıq idarəetmə mərkəzini hədəf aldığını bildirib. Sepah həmçinin qeyd edib ki, hücum nəticəsində həmin obyektlər və çoxlu sayda qırıcı təyyarə məhv edilib. Xatəmül Ənbiya qərargahının komandanı isə bildirir ki, ABŞ İrana yenidən hücum edərsə daha sərt cavabla üzləşəcək və müharibə alovu regionun hüdudlarını aşaraq daha geniş miqyas alacaq. Komandan bildirib ki, Birləşmiş Ştatların İranın neft və qaz infrastrukturuna yönəlmiş təhdidləri davam edərsə, ya enerji ixracı hamı üçün mümkün olacaq, ya da heç kim üçün ümumiyyətlə olmayacaq. Ciddi bir açıqlamada üzərindən dayanıb müzakirə edəcəyik. Qarşıdakı dəqiqələrdə yeri gəlmişkən bir məqama da aydınlıq gətirək. İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözcüsü ABŞ-nin son təhdid və addımlarına reaksiya verərək bildirib ki, əgər ABŞ əvvəlki uğursuzluqlarını yenidən yaşamaq istəyirsə, peşman olacaq. O vurğulayıb ki, İran silahlı qüvvələri hər hansı mümkün addımın qarşısını almaq üçün tam hazırlıqlı vəziyyətdədir və hər növ təhdid və ya hücuma da cavab verəcək. Bəs ABŞ hücum edəcəkmi? İndi əsas sual budur, xüsusilə də Xarqadası gündəmdədir. Nə baş verəcəyini qarşıdakı dəqiqələrdə müzakirə edəcək. İranda yeni yaradılmış Fars Körfəzi Boğazı İdarəsi Hörmüz boğazının növbəti xəbərdarlığa qədər tam bağlandığını açıqlayıb. Qurumun X platformasında yaydığı bəyanatda vurğulanır ki, qərar regionda yaranmış gərginliklə əlaqəlidir. Regionda Birləşmiş Ştatlar qüvvələrinin təcavüzü nəticəsində yaranan gərginlik və İran silahlı qüvvələrinin ötən gecə verdiyi bəyanata görə Hörmüz boğazı növbəti xəbərdarlığa qədər tam bağlanır deyə açıqlamada qeyd olunub. Bəyanatda tranzit icazəsi olan gəmilərə də müraciət edilib. Tranzit icazəsi verilmiş bütün operatorlardan səbirli olmaları və əlavə göstərişləri gözləmələri xahiş olunur deyilir. İranda baş verənləri və Birləşmiş Ştatlardan gələn təzyiq dolu ritorikanı müzakirə edəcək. Hərbi jurnalist Səxavət Məmməd hazırda bizimlə bağlantıdadır. Səxavət bəy, hər vaxtınız xeyir olsun. Eşidə bilirsinizmi? Hər vaxtınız xeyir. Gəlin ilk olaraq bu hücumlardan danışaq. İran İslam İnqilabı Keşikçiləri Korpusu
Birləşmiş Ştatların raket zərbələrinə cavab olaraq dünya neft ticarətinin 1/5-nin keçdiyi Hörmüz boğazını bütün gəmilər və tankerlər üçün tamamilə bağladığını bəyan elədi və tranzitə cəhd edənləri də birbaşa hədəf alacağını açıqladı. Tehranın bu radikal addımı qlobal enerji bazarlarına necə təsir göstərəcək, nə qədər davam edəcək, bu qapadılma ABŞ və müttəfiqlərini daha böyük bir hərbi müdaxiləyə vadar edə bilərmi? Təhlükəli nüanslar nələrdir? Sizdən eşidək. Əslində məntiq olaraq belə deyək ki, məsəl üçün Amerika əgər orada məsələn dünən o əməliyyatları keçirməsəydi, İran o Hörmüz boğazından icazələrlə müəyyən mənada oradan keçidlərə icazə verəcəkdi. Yəni burada faktiki olaraq Amerika özü hansısa müdaxiləni həyata keçirir, daha sonra İran ümumiyyətlə buna cavab verir və sonra da Amerika tərəfi konkret olaraq bildirir ki, misal üçün İran filan addımları atıb və bunları İran aradan qaldırmalıdır. Düşünürəm ki, burada yəni bir qədər məntiqsizlik var və əsas məsələlərdən biri ondan ibarətdir ki, misal üçün 40 günlük müharibədən sonra nə qədər Birləşmiş Ərəb Əmirlikləri hansısa bir formada, məsələn, hətta müharibənin sonunda bir qələbə belə elan eləmişdi, amma görünür ki, onlar kifayət qədər ciddi zərər alıblar və ciddi zərbə alıblar. Ona görə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri maksimum bu müharibədən yayınmağa çalışırlar və maksimum ümumiyyətlə İranın zərbələrindən yayınmağa çalışırlar. Digər tərəfdən isə Bəhreyndir, Küveytdir və İordaniyadır. Yəni mən düşünmürəm ki, yəni bu ölkələr faktiki olaraq İranın əsas hədəfində olan ölkələrdir və bu ölkələri maksimum dərəcədə Amerika hansısa bir addım atacağı təqdirdə İran o ölkələrə qarşı zərbələr indirəcəyi aydın məsələ idi və son toqquşmalar da onu göstərdi ki, yenidən İran həmən ölkələrə zərbələr indirdi və bir çox video görüntülər göstərdi ki, zərbələr kifayət qədər dəqiq qalınmışdı. Yəni faktiki olaraq biz Hörmüz boğazına dünyadakı neftin, məsələn, neftin hansısa faizini baxmalı deyilik. Orada ümumiyyətlə, məsəl üçün, Hörmüz boğazında həm də digər mal və məhsullar daşınırdı. Bundan əlavə alüminiumun əsas ən böyük zavodları məhz o istiqamətdə yerləşirdi ki, oradan daşımalar var idi. Yəni, təkcə biz neft və qazı nəzərdə tutmamalıyıq burada. Bundan əlavə, məsəl üçün, regionun demək olar ki, ən böyük, məsəl üçün, internet kabel xətti məhz oradan keçir və İran yeri gəlmişkən bunu da təhdid eləyir. Yəni, indiki mərhələdə təbii ki, Amerika tərəfi maksimum çalışır ki, İranı hansısa bir formada razı salsın. Amma bundan öncəki dönəmdə də və bunu dəfələrlə də qeyd etmişdik ki, və istər qərb mütəxəssisləri, Amerikanın ümumiyyətlə hərbi analitikləri, bunlar hamısı qeyd edirdilər ki, Trump dediyi kimi, vəziyyət Trump dediyi kimi deyil. İrana indirilən zərbələr İranı tamamilə tükətməyib və indiki, misal üçün, ondan bir gün əvvəl İsrail ilə İran arasında bir toqquşma baş vermişdi. Misal üçün, orada da çox maraqlı bir məsələ yaşandı və ona ümumiyyətlə hesab edirəm ki, buna çox ciddi diqqət ayırmaq lazımdır. Məsəl üçün, 12 günlük müharibədən öncəki dönəmdə də İranla İsrail arasında müəyyən toqquşmalar baş verən zaman, məsələn, İranın indirdiyi raket zərbələrini eyni zamanda Amerika, İsrailin özü, İordaniya və Böyük Britaniya ən azından qarşısını almağa çalışırdı. Amma sonuncu hadisə onu göstərdi ki, İran zərbələr indirdi. Bu ölkələrin heç biri hava hücumundan müdafiə sistemlərini işə salmadı. Yalnız İsrail ilə İran arasında bir toqquşma oldu. Sonuncu dünən axşam baş verən hücumda isə eyni ilə Amerika zərbələr indirdi və İran da nə İsrailə zərbələr indirdi, nə İran. İsrail İrana zərbələr indirdi. İran isə İordaniya, yenə də Küveyt və Bəhreyni daha çox hədəf aldı. Yəni burada artıq maraqlar da ön plana çıxır. Misal üçün, mən dəfələrlə qeyd edirdim ki, ümumiyyətlə İsrailin maraqları ilə Amerikanın maraqları Yaxın Şərqdə və İran məsələsində tamamilə fərqlidir. Və İran, Amerika konkret olaraq İrandan tələb etdiklərini hələ ki ala bilmir. İran da hesab eləyirəm ki, istədikləri nəticəni ala bilmir və ona görə də maksimum tərəflər bir-birinə zərbə indirərək, amma daha böyük müharibədən qaçmaq xatirinə indirilən zərbələrdir bunlar. Çünki bu nə qədər vaxta qədər davam edəcək daha doğrusu? Nə zamana kimi davam edəcək? Çünki hər tərəf əslində tükənir və bir tərəfdə də Trump, bir qədər öncə də vurğuladıq bu məsələni, deyir axşam hücum edəcəyik, səhər durur deyir atəşkəs imzalayacaq. Yəni adam konkret bir qərar vermir. Müharibəni mi istəyir, atəşkəsi mi istəyir, ümumiyyətlə Yaxın Şərqdə nə istəyir və yeri gəlmişkən Venezuela ilə müqayisə elədi. Burada hansı mesaj verməyə çalışırdı?
Misal üçün Xarq adasını düşünürdü ki, Venezuelanı paralel aparmaq istəyir. Hesab edirəm ki, o qədər də məntiqi yoxdur bunun. Niyə görə yoxdur? Birincisi, Xarq adası son dərəcə kiçik bir adadır və İranın quru torpaqlarından çox yaxındır həmin ada və İran o adanı daimi zərbə altında saxlaya biləcək. İkincisi, İran kəşfiyyat məlumatları deyir ki, İran o adaya Çindən qoyulub atılan hava hücumundan müdafiə sistemləri gətirib yerləşdirib və bundan əlavə Xarq adasının ətrafını ciddi şəkildə, yəni Xarq adasına qayıqların çatması və yaxud da ki, o gələcək istiqamətləri minalayıblar. Hörmüz boğazının bir hissəsini minalayıb İran. Bundan əlavə İranın quru sərhədlərinə qayıqlarla və yaxud da ki, gəmilərlə gəlib düşə biləcək istiqamətləri də eyni zamanda minalanma prosesini həyata keçiriblər və torpağın üzərində də, yəni Xarq adasının üzərində də minalanma və yaxud da ki, hansısa tələlər qurmağı ilə bağlı ciddi informasiyalar var. Yəni bu o qədər də asan məsələ deyil. Təbii ki, Trump qeyd edir, daha sonrasa qeyd edir ki, bilmirəm, buna Amerika tərəfi qərar verməlidir. Yəni Amerikanın prezidentidir, eyni zamanda deyir ki, buna Amerika qərar verməlidir və burada məsələ nədir? Misal üçün, Amerikada bir çox analitiklər qeyd edirlər ki, bəli, Xarq adasına girmək mümkün variantdır. Amma Trump, ümumiyyətlə Amerikanın indiki administrasiyası o qədər itkiləri göz önünə alacaqmı? Çünki aydın məsələdir ki, orada itki sayı kifayət qədər çox olacaq. Yəni burada əgər xəritə üzərindən bu məsələyə baxılarsa, daha aydın görünür ki, orada kifayət qədər itki olacaq. Bunu göz önünə alacaqmı? Seçkilər öncəsi Trump'ın bu addım atacağı bir qədər inandırıcı deyil. Bundan əlavə, mən bir məsələyə də diqqət çəkmək istəyirəm. Misal üçün, dünya çempionatı başlayacaq, futbol üzrə dünya çempionatı başlayacaq və bu həm də Amerikada keçiriləcək. Əgər total bir müharibə başlayarsa, bir şeyi nəzərə almaq lazımdır ki, dünya çempionatı, onların təhlükəsizliyi, misal üçün İrana bağlı olan hansısa ya Suriyada, ya İraqda və yaxud da ki, hansısa bir ölkədə bir qruplaşma çıxıb bəyanat verə bilər ki, misal üçün hansı stadionu partladacaq və yaxud da ki, oradan mesaj verə bilərlər ki, stadionda bomba var. Yəni, nələr baş verəcək, bunun özü də problemidir. Bunu niyə görə misal çəkirəm? Misal üçün, Rusiyanın Ukrayna müharibəsindən əvvəl daha sonra Britaniya kəşfiyyatı məlumat yaydı ki, və sonra da bunu heç bir tərəf təkzib eləmədi ki, Çin konkret olaraq Rusiyadan xahiş edib ki, Olimpiya oyunları Çində bitsin, ondan sonra Ukraynada müharibəyə başlasınlar. Yəni, bu tip məsələlərə də önəm verirlər. Ona görə də indiki mərhələdə Trump'ın hansı addım atdığı və yaxud da ki, necə davranacağı, yəni bir qədər düşünürəm ki, çox ciddi suallar altındadır. Və onu da nəzərə almaq lazımdır ki, Trump qeyd edir ki, misal üçün, məsəl üçün, ora canlı qüvvə yerləşdirmək lazımdır. Amma biz həm də yaxın şərqdəki Amerikanın canlı qüvvələrinin sayına baxdıqda, bunun o qədər də ciddi bir rəqəm olmadığını görürük. Misal üçün, məsələn, qeyd olunur ki, təxminən 50 min civarında. 50 min civarında canlı qüvvənin hamısı döyüş qüvvəsi sayılmır. Yəni, bunların sursat daşıyanı var, bunların digər sahələrdə olanları var. Yəni, bunu çox uzatmaq istəmirəm. Yəni, ona görə də Amerika orada daha çox, əgər canlı qüvvə ilə və yaxud da İran torpaqlarına girmək istəyirsə, daha böyük qüvvə. Məsələn, bəzi analitiklər var. Əslində, döyüş fəaliyyətinə malik olan qüvvələrin sayı 15 min qiymətləndirilirdi. Yəni, statistik rəqəm bunu deyirdi. Daha azdır və həmin ərazidə də İranla bağlı məlumat sızmışdı, informasiya yayılmışdı ki, orada da 60 mindir. Yəni, 60 minin 15 min, yəni təbii ki, İran burada ümumiyyətlə heç bir halda, yəni Birləşmiş Ştatların şansı olmaz o 15 mini oradan çıxarmağa. Yəni, bu açıq reallıqdır. Ümumi məsələn hesablamalar onu göstərir ki, Amerika, məsələn, İranın quru torpaqlarında əməliyyat keçirmək üçün təxminən 1 milyona yaxın canlı qüvvə yığmalıdır əraziyə. Yəni, bunu hansı müddətə yığa bilər, ümumiyyətlə bu canlı qüvvəni hansı müddətə gətirmək lazımdır, bunların təyəli, misal üçün, bir ordunun tam hazır olması üçün... Həm də bilirsiniz, orada maraqlı məqam nədir? Yaxşı, deyək ki, bütün silah sursatı mükəmməl səviyyədə bilirlər, amma regionu bilmirlər. Yəni, həmin yerlərdə onlar təlim keçməyiblər və İran artıq ora çox gözəl bələddir, ovcunun içi kimi bilir. Təbii ki, orada quru əməliyyatlarında istənilən halda İran qalib gələcək deyilir. Və nəzərə almaq lazımdır ki, bir əməliyyata hazırlıq üçün, yəni bir döyüşə, müharibəyə hazırlaşmaq üçün minimum 6 ay lazımdır. Yəni bunu, məsəl üçün, Amerikadan hansısa bir briqadanı gətirdilər və atdılar, onlar da hansısa bir döyüşə və yaxud da ki, İran dağlıq ərazidir, İranın ümumiyyətlə demək olar ki, sərhəd istiqamətinin hamısı dağlıq ərazidir. Və bir briqada, ümumiyyətlə bir dağ bir briqadanı udur. Yəni bu mümkün variant deyil, ona görə də düşünürəm ki, müəyyən lokal əməliyyatlar keçirmək variantı var, bu həmişə gündəmdədir və bunu heç kim
rejimdə dana bilməz. Amma bunun davamlı olması və bunun ümumiyyətlə hansısa nəticə verməsi, yəni bu inandırıcı deyil və yeri gəlmişkən, misal üçün biz qeyd edirik ki, niyə görə məsələn Trump nə istəyir və nəyi əldə edə bilmir. Misal üçün Trump məsələn Pekinə səfər elədi, Çin lideri ilə görüşdü və daha sonra qeyd elədi ki, mən Çinlə razılıq əldə elədim ki, Çin İrana hansısa bir formada hərbi dəstək göstərməyəcək. Amma dünən Amerika tamamilə fərqli bir qərar verdi və bildirdi ki, bizim əlimizdə dəqiq məlumatlar var ki, Çin İrana hərbi yardımlar həyata keçirir və Çinin bəzi şirkətlərinə tamamilə yeni vergi rüsumları tətbiq elədilər, hətta bəzi şirkətlərinə veto qoymaqla bağlı hədələrli planlar da oldu. Yəni təxminən bu yöndə işlər də oldu. Yəni bu onu göstərir ki, burada əsas məsələ budur ki, burada müharibə təkcə İranla Amerikanın arasında getmir. Burada müharibə həm də ikinci deyərdim ki, super güc adını almağa namizəd olan Çinlə Amerika arasında gedir və bunların münaqişəsi bir çox istiqamətlərdə hesab edirəm ki, davam eləyəcək. Bu istiqamətlərdən biri mütləq şəkildə Sakit Okean hövzəsi olacaq ki, məsələn Tayvan məsələsi, Tayvanın yaxın günlərdə yenidən hərbi təlimlərə başlaması və Amerika silahlarını yenidən orada yeri gəlmişkən Trump da qeyd eləmişdi ki, onlar Tayvana silah verməyəcəklər, amma Tayvanın son təlimində sırf Amerika silahlarını nümayiş etdirdiler. Yəni bütün bunlara biz baxdıqda regionun son dərəcə qaynadığının şahidi oluruq. Səudiyyə Ərəbistanı maksimum xüsusilə Pakistanla münasibətləri tamamilə fərqli bir məcraya gətirərək bu müharibələrdən yan keçməyə çalışır. Xüsusilə İranın ümumiyyətlə hücumundan yan keçməyə çalışır. Amma bütün biz siyahıya baxdıqda və Amerikalı alimlər belə qeyd edirlər ki, İranın əlində Amerikaya qarşı çoxlu sayda vasitələr var, rıçaqlar var. Və bunlardan biri, misal üçün, Bəhreynin və yaxud da ki, Birləşmiş Ərəb Əmirliklərinin şirin su ehtiyatı məsələsidir. Bir, budur. İki, elektrik stansiyalarıdır. Üçüncüsü, internet xəttinin kəsilməsi məsələsidir. Dördüncüsü, Yəmən Husilərinin Qırmızı dənizdə edə biləcəyi, ata biləcəyi addımlar məsələsidir ki, bu həm Amerikaya, həm Avropa İttifaqına, həm də İsrailin özünə və yeri gəlmişkən həm də Səudiyyə Ərəbistanına çox ağır zərər verə bilər. Yəni biz bütün bunlara baxdıqda hələ də biz münaqişələrin ümumiyyətlə əslində yekunlaşdığı mərhələsini görmürük. Əksinə bunun daha da dərinləşəcəyi mərhələsinə keçəcəyini düşünürəm. Bu Rusiya-Ukrayna müharibəsində də belədir, Baltikyanı ilə bağlı məsələlərdə də belədir. Misal üçün Amerikanın quru qoşunları, Almaniyanın quru qoşunları komandanı hətta 2029-cu qədər Rusiya ilə NATO arasında hansısa bir toqquşmanın olma ehtimalını da danışdılar. Yəni ümumiləşdirsək biz onu götürə bilərik ki, faktiki olaraq biz İranla Amerika arasında toqquşmanın yekunlaşdığını görə bilmərik. Çünki İran tərəfi də yeri gəlmişkən qeyd edir ki, biz bu münaqişənin coğrafiyasını daha da genişləndirə bilərik. Onsuz da coğrafiya genişdir. Körfəz ölkələrindən bir qədər kənarda İordaniyadan gedir söhbət, daha hara qədər genişlənə bilər. Və Suriya məsələsi də hesab edirəm ki, son dərəcə önəmli məsələdir. Çünki İsrailin faktiki olaraq əsas, məsələn, Suriya ərazisində müəyyən əməliyyatlar keçirirlər. Eyni zamanda İsrailin daha çox Suriya üzərindən uçması ilə bağlı məlumatlar da var. Yəni bütün bunlara baxdıqda mən əslində müharibənin qısa zamanda yekunlaşacağını şəxsən düşünmürəm. Çox təşəkkür edirəm Səxavət bəy, ətraflı şərhiniz üçün, proqnozlarınız üçün. Gəlin elə bu proqnozlar fonunda günün karikaturasına da nəzər yetirək. Çox maraqlı bir karikatura var. Söhbət nədən gedir? Rejissorumuzdan xahiş edirəm yaxın planında təqdim eləsin. Orada sıxılıb qalmış bir Trump görürük İranın başı üzərində. Hansı ki, böyük ümidlərlə yola çıxmışdı. Məsələn, bir həftə ərzində oradakı əməliyyatları və istədiyi nəticəni əldə edəcəyini düşünürdü. Amma artıq 2 aydan çoxdur ki, proseslər davam edir və bu şəkil, karikatura bizə nəyi göstərir? Bu o deməkdir ki, Trump nə qədər İrana təzyiq göstərsin, yenə də İran bataqlığında, İran tələsində boğulub qalır deyilir. Yəni, Qərb mediası, mətbuatı bu şəkildə təsvir edir Trump'ın indiki vəziyyətini. Yəni, Trump nə qədər İranı küncə sıxışdırmağa çalışsa da, nəticə itibarilə İranın tələsinə düşmüş kimi qiymətləndirilir. Никогда не соглашаться на оккупацию.
ABŞ Venezuela lideri Nicolas Maduro'dan sonra Kuba prezidenti Miguel Diaz-Canel'i də qaçırmağı planlaşdırır. Pentagon rəhbəri Pete Hegseth Kuba hakimiyyətinin təslim olması üçün bütün variantların gözdən keçirildiyini də deyib. Bəs bir gecədə prezident qaçırmaq ssenarisi Venezuela'da olduğu kimi Kubada da işə yarayacaqmı? Görünən odur ki, Birləşmiş Ştatlarda noyabr seçkiləri yaxınlaşdıqca Donald Trump administrasiyası xarici siyasətdə ən aqressiv kartlarını oynamağa başlayır. Nə baş verir? İzləyək. Vaşinqtondan gələn daha bir açıqlama dünya mediasını silkələyib. Pentagon rəhbəri Pete Hegseth jurnalistlərə bildirib ki, Amerika Birləşmiş Ştatları bu dəfə Kuba prezidenti Miguel Diaz-Canel'in uğurlanması məsələsini nəzərdən keçirir. Bu isə o deməkdir ki, Venezuela'da olduğu kimi Maduro əməliyyatı təkrarlana bilər. Lakin Hegseth'in sözlərinə görə bütün variantlar masadadır və son qərarı prezident Donald Trump verəcək. Daha əvvəl Politico qəzeti də mənbələrə istinadən Birləşmiş Ştatların Kubada potensial hərbi əməliyyatlara hazırlaşdığını yazıb. Nəşrin məlumatına görə Ağ Ev aylardır tətbiq etdiyi təzyiqlərə və sanksiyalara baxmayaraq Kubanın güzəştə getməməsindən məyusdur. Kubanın gələcəyi ilə bağlı qərar bizim Amerika Birləşmiş Ştatları prezidentinin və Kuba rəhbərliyinin əlindədir. Nə olursa olsun biz istənilən mümkün fövqəladə vəziyyətə hazırlıqlı olacağıq. Ancaq maraqlıdır ki, Venezuela'da bir gecədə prezidentin qaçırılması hadisəsi Kubada mümkün ola bilərmi? Fikrimcə bizim dünyamızda hər şey mümkündür. Amerikalılar bu cür əməliyyatı həyata keçirə biləcəklərini daha əvvəl sübut ediblər. Lakin məncə problem ondadır ki, Venezuela və Kubadakı siyasi vəziyyət çox fərqlidir. Birincisi, Kuba hakimiyyəti hər şeyin bir liderdən asılı olduğu Venezuela ilə müqayisədə daha çox institusionallaşıb. İkincisi, Nicolas Maduro'nu sevən və dəstəkləyənlər az idi. Kuba hökumətinə münasibət isə Nicolas Maduro'ya nisbətən xeyli yaxşıdır. Bu ssenarinin uğurlu olacağı suallar doğursa da görünən odur ki, Amerika Birləşmiş Ştatları eyni ilə Venezuela'da olduğu kimi Kubada da sadiq bir lideri hakimiyyətə gətirmək və bununla da noyabr ayında keçiriləcək ara seçkilərdə daxili siyasi xal qazanmaq istəyir. Hazırda isə Amerika Birləşmiş Ştatları Kuba yaxınlığında kəşfiyyat uçuşlarını gücləndirib və Karib dənizindəki hərbi mövcudluğunu artırıb. May ayında Birləşmiş Ştatların təyyarə daşıyan gəmisi bölgəyə daxil olub. Bundan əlavə dəniz piyadaları bölmələrinin rotasiyası davam edir. Kubanın isə demək olar ki, heç bir dəniz qüvvəsi yoxdur və aydın görünür ki, onun müttəfiqləri Rusiya, Çin və İran vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilməyəcəklər. New York Times qəzeti isə yazır ki, potensial hədəf kimi Kuba prezidenti Miguel Diaz-Canel'dən əlavə keçmiş lider Raul Castro da var. Amerika Birləşmiş Ştatları Ədliyyə Nazirliyi ələ keçirildikdən sonra 94 yaşlı Raul Castro'ya qarşı ittihamnamə irəli sürməyi planlaşdırır. Castro 1996-cı ildə Qurtuluş Qardaşları İnsan Haqları Təşkilatına məxsus 2 təyyarəni vurmaqda günahlandırılır. Bu ittihamlar ölüm cəzası və ya ömürlük həbslə nəticələnə bilər. Lakin bu əməliyyat belə Kubada hakimiyyət dəyişikliyinə zəmanət vermir. Trump ablukayla sonuç alamazsa savaş gerekçesi üretmeye de çalışıyor. İran'daki başarısızlığını örtmek için Küba'ya yüklenebilir. Kancalağını Küba'ya geçirmesi halinde Kasım seçimlerine bir zaferle gitmeyi umuyor olabilir. Bir ihtimal. Güc tətbiqinin müxtəlif variantlarını müzakirə edən bəzi analitiklərin fikrincə, Amerika Birləşmiş Ştatlarının Kubaya tam miqyaslı hücumu ən az ehtimal olunan ssenaridir. Çünki Ağ Ev Kuba ordusunun təxminən 50 min əskəri, 39 min ehtiyatda olan hərbçisi və 90 min paramilitar döyüşçüsü olduğunu təxmin edir. Uğurun təmin edilməsi üçün Vaşinqtonun azı 100 min əskərin iştirak etdiyi əməliyyata ehtiyacı olacaq ki, bu da aylarla hazırlıq deməkdir. Ekspertlər deyirlər ki, Amerika Birləşmiş Ştatlarının Kubada Çinin təsirinə qarşı çıxmaqdan tutmuş, Havananın Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmaq cəhdlərinə qədər həqiqi strateji maraqları var. Lakin aydın bir strategiya olmadan Vaşinqtonun bu münaqişəyə qarışması böyük bir risk daşıyır. Böyük Britaniyada Müdafiə naziri John Healey'nin istefası ölkənin siyasi gündəmini silkələyib. Müdafiə xərcləri və təhlükəsizlik siyasəti ətrafında yaranan mübahisələr hökumət daxilində fikir ayrılıqlarını daha da üzə çıxarıb. İstefanın əsas səbəbi ilə bağlı müxtəlif iddialar da var. Son illərdə Ukraynaya dəstək, NATO qarşısında öhdəliklər və Avropada dəyişən təhlükəsizlik mühiti fonunda hərbi xərclərin artırılması məsələsi Londonun əsas müzakirə mövzularından birinə çevrilib. Nə baş verir? Araşdırmışıq. Drones have defined this war.
Böyük Britaniyanın müdafiə naziri John Hill istefa verib. Yerli medianın məlumatına görə bu London siyasi dairələrində ciddi rezonans doğurub. Hill hökuməti tərk edərkən baş nazir Keir Starmeri ölkənin müdafiəsi üçün zəruri maliyyəni ayırmamaqda ittiham edib. Bu istefa Britaniyanın müdafiə siyasəti, NATO qarşısındakı öhdəlikləri və Avropanın təhlükəsizlik gələcəyi barədə mühüm suallar yaradır. Siyasilərin fikrincə, son illər Britaniya hökuməti birinci istiqamətdə hərbi xərcləri artırmaq məcburiyyəti ilə üzləşib. Bunlara Ukraynaya hərbi dəstək, NATO qüvvələrinin gücləndirilməsi, Rusiyanın yaratdığı təhlükələr, yaxın şərqdə artan gərginlik, qlobal dəniz yollarının mühafizəsi daxildir. Eks-nazir hesab edir ki, mövcud şəraitdə Britaniya ordusunun daha çox maliyyəyə ehtiyacı var. Onun fikrincə, hökumətin hazırladığı müdafiə investisiya planı təhlükələrin miqyası ilə uzlaşmır. Ekspertlərin fikrincə əsas problem müdafiə xərclərinin həcmində yox, onların vaxtında ayrılmamasıdır. Hill istefa məktubunda bildirib ki, hökumətin planlaşdırdığı əlavə vəsaitlərin böyük hissəsi gələcək illərə saxlanılır. Halbuki Britaniya ordusunun döyüş hazırlığının artırılması üçün vəsaitə indi ehtiyacı var. Onun sözlərinə görə təhlükələr yaxın illərdə artdığı halda maliyyənin əsas hissəsinin 2030-cu ildən sonraki dövrə yönəldilməsi məntiqsizdir. NATO ölkələrinin müdafiəyə yatırımlarını artırdığını müşahidə edirik. Əlbəttə, bu asan deyil. Lakin hər bir hökumətin əsas vəzifəsi ölkəsinin təhlükəsizliyini təmin etmək və güclü iqtisadiyyatı qorumaqdır. Məhz bu iki amil güclü iqtisadiyyat və etibarlı müdafiə sistemi, çəkindirmə və müdafiə siyasətimizin əsas sütunlarıdır. Güclü iqtisadiyyat ölkəni, iş yerlərini və vətəndaşları dəstəkləyir. Eyni zamanda dövlətin mümkün qədər təhlükəsiz olmasını təmin edir. Britaniyada bir çox ekspert hesab edir ki, Avropa artıq əvvəlki kimi ABŞ hərbi dəstəyinə arxalana bilməz. Donald Trump administrasiyasının NATO ölkələrinə daha çox müdafiə məsuliyyəti yükləməsi Avropa paytaxtlarında narahatlıq yaradır. Müdafiə sənayesi nümayəndələri də hökumətdən daha aydın və uzunmüddətli maliyyə öhdəlikləri tələb edirlər. Bu baxımdan Hillin istefası təkcə Britaniya daxilindəki büdcə mübahisəsi deyil, həm də Avropanın təhlükəsizlik modelinin dəyişməsinin nəticəsi kimi qiymətləndirilir. İstefanın Türkiyədə planlaşdırılan NATO sammitinə bir neçə həftə qalmış baş verməsi daha çox diqqəti cəlb edir. Baş nazirlikdə hələ də 3 fərqli maliyyə variantı müzakirə olunur və ən aşağı rəqəm 13,5 milyard funt sterlinqdən də azdır. Bu məbləğ isə hərbi rəhbərliyin gözləntilərindən xeyli aşağıdır. Hərbçilər ən azı 18 milyard funt sterlinq istəyirdilər. Bu da Müdafiə Nazirliyindəki 28 milyard funtluq maliyyə çatışmazlığını tam bağlamağa kifayət etmir. Nəticədə yeni ixtisarlar qaçılmaz olacaq. Bütün bu hadisələr Böyük Britaniyanın etibarlılığına və nüfuzuna zərbə vurub. Mediada bildirilib ki, Britaniya hökuməti sammitdən əvvəl yeni müdafiə strategiyasını açıqlamağı planlaşdırılmış. Lakin Müdafiə Nazirinin istefası göstərir ki, hökumət daxilində bu strategiya üzərində ciddi fikir ayrılıqları mövcuddur. John Hill, Keir Starmerin ən yaxın və ən etibarlı nazirlərindən biri hesab olunub. Buna görə də onun istefası sıravi kadr itkisi deyil, hökumət daxilində narazılığın açıq təzahürü kimi qiymətləndirilir. Qeyd edək ki, istefadan bir gün öncə müxalifət lideri Kemi Badenoch hökumətin müdafiə xərclərinin artırılması ilə bağlı planı gecikdirməkdə ittiham edib. Starmer buna cavab olaraq müdafiə büdcəsinin artırıldığını, 1400 müdafiə müqaviləsinin imzalandığını və NATO sammitindən əvvəl yeni müdafiə investisiya planının təqdim ediləcəyini bildirib. Böyük Britaniyada müdafiə xərclərinin artırılması planı ətrafında hökumət daxilində ciddi fikir ayrılıqları yaranıb. Baş nazir Keir Starmer müdafiə proqramının maliyyələşdirilməsi üçün digər nazirliklərdə xərclərin azaldılmasını tələb edir. Hökumətin nəzərdə tutduğu vəsait nə silahlı qüvvələr, nə də müdafiə rəhbərliyini qane edir. Eyni zamanda əlavə maliyyənin haradan tapılacağı ilə bağlı da razılıq yoxdur. Müdafiə planının gecikməsi və maliyyə problemləri Starmer hökuməti üçün yeni siyasi təzyiq mənbəyinə çevrilib. Belə qənaətə gəlmək olar ki, Hillin istefası bir şəxsin vəzifədən getməsindən daha böyük məna daşıyır. Bu hadisə Britaniyanın qarşılaşdığı əsas dilemmanı üzə çıxarır. Yəni ki, artan hərbi təhlükələr fonunda hökumət sosial və iqtisadi xərclərlə müdafiə ehtiyacları arasında seçim etməyə məcburdur. Müdafiə naziri isə görünür hesab edib ki, bu seçimdə təhlükəsizlik ikinci plana keçirilib və buna görə də vəzifəsində qalmağı mümkün saymayıb. Belə bugünlük biz ayrılan vaxt burada yekunlaşdı. Qismət olsa sabah yenidən görüşəcəyik.